Gəlmişik bugün bulvar yarmarkasına. Bir neçə stend yoxladıq. Onlardan da biri Crunch'dır. İndi bu videoda hamısı haqqında ətraflı məlumat verəcəyik. Şəkil çəkdirmək üçün maraqlı qəşəng stendlər var, güşələr var. Hamısı da ödənişsizdir. Və ləzzətli yerlər var ki, yeməklər dadmaq mümkündür. Biz fish and chipslə Crunch'ı yoxladıq. Açıq deyim, fish and chipsin balıqlarının dadının bu qədər ləzzətli olacağını gözləmirdim. Çox dadlıydı. Hətta may ayında yoxlamışdım, ondan belə dadlıydı da. Yəni həqiqətən deyib, qiyməti də bu porsiyaya, bu ləzzətə görə çox münasibdir. Crunch'da kifayət qədər burgerlər dadlıydı. Biz mini burger olan setin götürdük. Qablaşdırması qəşəngdir. Əlimizdə də elə yeyə gəzirik. Dadları da xoşumuza gəldi. Məncə çox kompaktdır. Niyə? Çünki içərisində 5 fərqli çeşiddə burger növü yer alıbdır. Yoxlamağa dəyər. Hamısı da bir-birindən dadlıdır. Onu deyə bilərəm. Əti də bu. Mən ümumiyyətlə yeməyi çox xoşlayıram. Mən də Şirniyyat xarici yeməklər okeyəm də. Amma dadı da qəşəng olmalıdır ki, çox yeyə biləsən. doğrudur. İndi burgerlərin hamısını mən yeməyə çalışacağam. İnşallah. Yeyə gəzək biraz. Sizə seçim sunur ki, öz burgerinizi seçə bilərsiniz ki, hansı sizin ağız tadınıza daha uyğundur. Mən toyuq burgerləri o qədər Hamısı də mənim üçün bəyənmirəm. okey. Amma yaxşıdır, həqiqətən yaxşıdır, yemək olar. Bilmirəm videonun başında dedik ya yox. Bura bulvar yarmarkasıdır. Buradan da keçərik. Targovdakı Targovdakı yarmarkaya. Fəvvarələr meydanına. Orada da fərqli bir şey yoxlayarıq. Ümumiyyətlə burada da kifayət qədər çox stend və çox adam var. Və onu da deyərdim ki, buradakı stendlərdə sanki xüsusi bir dadlıdır Bəli. yeməklər. Burger götürək bir dənə. Və yeganə adamam ki, bəlkə də mini burgeri 3-4 dişləmə yeyirəm. Bir dəfəyə, 2 dəfəyə yeyib bitirə bilmirəm. Ayıb olmasın deyə mən 2 dəfə yeyirəm, amma ayıb olmasın. Yoxsa bir dəfəyə də səndə həll olar o. Dadlıdır. Bunun tərkibindəki nədir belə? Bu dadlı. Sosu fərqli idi, maraqlı idi. Deyəsən sarımsaq Bu sosudur. xüsusi dadlıdır. Əslində bu elə bir dəfə yeyilməlidir. Amma videolarda ayıb olmasın deyə şey deyirik də. Nuş olsun. Lazımdırsa salfetka verə bilərəm. Yox, mənim həmişə işlətdiyim cibimdə salfetkam var. Hər gün bunu işlədirəm. Bununla davam edir. Ekonomik.